heç bir şey Allah Taala'nın elimindən kənara çıxmır deyəndə qiymətlər də bura daxildir. Bugün misal üçün nəsə 5 manat olmalıdırsa qardaş, onu Allah təyin eləyib. Bəziləri deyirlər ki, necə yəni Allah Taala qiymət qoydu ona 5 manat? Sən buna inanmasan da biz inanırıq ki, bəli Allah Taala təyin eləyir ki, o 5 manat olmalıdır bu. Lakin onun 5 manat olması üçün Allah Taala bəzi şeyləri səbəb eləyib. Necə ki, xəstə insanların sağalması üçün Allah Taala bəzi səbəbləri, həkimləri, dərmanları, hansı insanları, hansı vaxtları bir yerə cəm elib onu sağaltdığı kimi bu məsələ də elədir. Nəyinsə 5 olması, 10 olması, 100 olması, 1000 olması Allahdır təyin eləyən. Əqidənlə, etiqadla bunu deyirik. Lakin kimlərisə Allah Taala səbəb eləyir, o olur 5, 10, 100, 1000. Sən buna iman gətirməlisən. Allahla razılaşmalısan.